Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugünden sizinle birlikte yalnız kurt videosu ile beraber videoyu beğenip kanala abone olmayı unutmayın. 10-11 gün yok idim. Niye göre 10-11 günü yok idim? Çünkü büyük bir əsəb keçirmişdim yani. Allah haqqı deyirəm, qan beynimə sızılmış diye. O kadar belə əsəb keçirmişdim ki, bu oyuna göre bu içini şeylədim oyuna göre az budur da, budur da, bu oyun. Allah'ım olsun. Başlayan kimi kafa yemək nə idi ha? Mən bu oyunu buraxmağa fikirləşirəm dostlar. Siz nə fikirləşirsiniz? Amma YouTube'u buraxmayacağım da, sadəcə oyunu buraxacağam. Nəsə deyirdim, böyük ustaya kasacağam. Böyük ustaya kasacağam. Vay qardaş, millət bunu bildikdə kafa ata bilir də, məsəl üçün. Ağadır, hamı kafa ata bilir. Hamı da qabağıma çıxan botundan tutmuş ve en olta oyuncusuna kimi hamı kafa atabilir. Ay bu mümkün değil ha qaqa. Hamısı kafa atabilir. Hamısı kafa atabilir. Ay bu ne oldu da bu oyun? Ostra karakterler. Ay ne bileyim Dimitrisi belə, Sonya Sele. Allah hayf değil 2018, 2017 ondan sonra. Bля, səblərim çorlanır ya, Allah haqqı. Ne kafa gedir, ne bir şey eləyir. Bu arada dostlar, videolara maksimum derecede beğenek ki kanalımızdaki videoların keşfete düşme ihtimali artsın. Artık belki de Zevs kimi videolar çəkəcəm mən də. Ay nə bilim falan pox yemə challenge, nə bilim nə etmə challenge. Baba kafaya bak kafaya. Yok bir alınmır ya, alınmır. Ben bu oyunu bəlkə buraxdım, bilmək olmaz. Çünki əsəb keçirdirəm, Allah'ın olsun həmişə. Özdə ki oyun çox sıxıcı deyib elə. Başa düşürsünüz necə? Hər sezon kas adam çox sıxılır da, başa düşürsünüz necə? Hər gün eyni kill, hər gün eyni şey, nə bilim, hər gün, hər sezon eyni zirzibil, maraqsızdır da, başa düşürsünüz necə? İnsana maraqlı gəlmir da. Hər bir dənə Evo silahını al yüksəlt, hər Evo silahını al yüksəlt. Yəni maraqsızdır da. Həm oyundakı biraz adama şey gəlir bu oyun. Demirəm, Free Fire pisi, sadəcə olaraq nə bilim, da sarmır. Amma bacardığım qədər buraxmayacağam dostlar. Sizləri oyunu buraxsam belə qəti şəkildə sizləri buraxmayacağam. Mən bu YouTube işində özümə söz vermişəm. Eflatun ağzıva verim, oyna dana bir. Bu video çıxsın dana. Məsəl üçün Minecraft oynayıram mən hal-hazırda. Qəşəng oyun demək olar ki, belə macəralı dostlarla oynaya biləcəyin çox gözəl oyun. Adam oynadıqca sıxılmır. Amma məsəl üçün bu indi hər sezon buna bax. Yerində duran adama belə kafa getmir. Buna bax. 3 dəfə vurdum, zorla kafa getdi. Nə bilim. Həvəs söyləyib qaqa, həvəs yaradan lazımdır. Birdən bilə həvəs gəlir, adam oynamaq istəyir, amma indi həvəs yoxdur. Deməli, yəni yalnız kurt ataq. Bəlkə bütün videoları sildim, ancaq üzümü göstərdiyim videolar paylaşdım. İndi elə videoda gələ bilər. Elə videolarda gələ bilər. Yəni məsəl üçün izlənmə çox gəlsin deyin, elə videolarda çəkə bilərəm. Amma Free Fire izlənmir də, yəni mənə qane eləmir bunun izlənməsi. Hələ üstünə üstü Free Fire Azərbaycanda oynayan çox az adam var.
Məsəl üçün bu oyunu oynayan ən azı bir Məsəl üçün bu oyunu Azərbaycanda oynayan hardasa bir şeydir 100.000 nəfər varsa onun 2.000 ya 3.000 mən izləyir. Amma yenə də nə bilim azdır da mənə görə 100.000 adam azdır. Amma məsəl üçün PUBG-ni oynayan çoxdur. Amma mənə görə PUBG yəni heç də yaxşı oynayır, çünki bu platformun oyuncuları AVM oynayaq da, bir maraq qalsın. Şeydir, məsəl üçün PUBG oyunu bilsin necə dostlar, öz oyuncularına dəyər vermirdi indi. Mənə bir oyun önərin, o oyunu oynayım da indi. Free Fire biraz sanmır da, başa düşürsünüz. İzlənmir də, yəni başa düşürsünüz. Hamı oyunu bırakır, nəsə elə bir tema var. Oysa AVM ilə oynaya bilmir qabaqdakı. Hə. Mən bir dənə oyun deyən oyun oynayayım. Deyin ki abi bu oyun çox oynanılır abi. Bu oyuna girişsən məsəl üçün çoxlu abunə qazanarsan, çoxlu like əldə edərsən, çoxlu izlənmə gələr. Kanal izlənməsinə görə şeydir, daha çox aktiv olur. Bəyənməyə, bir də bəyənməyə görə, abunə sayına görə yox. Ən əsas məsələ burada izlənmədir, bir də bəyən sayıdır. Mən də gərək elə pis içəriklər çəkim. Məsəl üçün, bir dənə Fərd Abdullayev adında YouTuber var, bilmirəm tanıyırsınız ya yox. Allah hırgını aparır otelə, ondan sonra nə bilim belə videolar çəkir. İzlənməyə baxıram, ay izlənmə 100.000. Ay belə şey mi olar? Ay kişi biz burada haqqımızla, əməyimizlə burada izlənmə qazanırıq. O bir video atır 60.000, 100.000 keçir. Məsəl üçün elə videolar YouTube'da daha çox izlənir, daha çox izləyicilərin marağını çəkir. Fikirlərinizi yorumlara yazın dostlar. Bir oyunda ataq, eyb yox, heç nə olmaz bir oyunda. Ya başa düşürsünüz, Free Fire izlənmir. Yəni nə qədər də 3.000 keçsə, 4.000 keçsə də heç vaxt şeydir 10.000 olur, nadir hallarda olur. O da video partlayandan ha. Bak güclü oyuncudur. Bak kafasına bak. Bəxt. İndi o mənim mədəcəyim. Anqırdacaq yox məni. Mən onun videona baxanda bilirəm mən. Yoxsa görüşək. Bəxtə xuda atdım o kafanı. Görək buz kırıcı ilə nəsə edə biləcəyik biz bu qardaşa. Hardasa bir 3 il bundan qabaq bu kanal açanda məndə bir həvəs var idi Free Fire ki, mən oynayacağam, nə bilim nə edəcəm. Buz kırıcı ilə pis qoydu. Biz lap pis qoyarıq, heç nə olmaz. Biz İsmail FF qaqa. Yəni dəstəklər çox az.